Sonra Lerik rayonu Vizəzəmin kəndinə Bəhlul Mustafayev bayaq demişdi ki, 80% bazarlığı öz qapı bacamızdan, məhləmizdən eləyirik. Yəni nə yetişdiririk, göyüdür, göyərtisi də özümüz oradan əldən eləyirik. 20% də oğlum İbrahim alır və Vizəzəmin kəndinin də görüntülərini də göndərib bizə. Bəli, bax, bu cür keyfiyyətli görüntülər xahiş edirik əziz tamaşaçılarımızda. Görün necə gözəl lentə almışdı, göndərmişdi.